Salam, 5-ci sinif Azərbaycan tarixindən 12-ci dərsimizə keçirik. Dərs 12. Həsən Padşah Bayandur. Daxili çəkişmələr, aparılan uzun müddətli müharibələr Baharlıların başçılıq etdiyi Qaraqoyunlu dövlətini zəiflətmişdi. Bundan Oğuz türkləri Bayandurlar nəslindən olan Həsən bəy məharətlə istifadə etdi. O 15-ci yüzilin ikinci yarısında bir sıra döyüşlərdə Baharlıları məğlubiyyətə uğradaraq Təbrizi tutdu və Ağqoyunlu dövlətinin əsasını qoydu. Maraqlıdır ki, əvvəlcə Kiçik Asiyada bəylik quran Baharlılar və Bayandurlar Təbrizə can atmış, yalnız Təbrizə hakim olduqdan sonra böyük dövlətə çevrilə bilmişdilər. Bunun səbəbi bu qədim şəhərin Azərbaycan taxtı adlandırılması ilə bağlıdır. Təbrizə hakim olan şəxs Azərbaycana və qonşu ərazilərə də hökmdarlıq haqqına yiyələnirdi. Həsən bəy kim idi? Onun atası Bayandurlar nəslinin idarəçilərindən olan Əli bəy idi. Həsənin anası isə öz dövrünün savadlı və geniş dünya görüşünə malik şəxsiyyətlərindən olan Sara xatun olmuşdur. Atasını tez itirən Həsən bəy anasının təsiri ilə gözəl təhsil və tərbiyə almışdır. Ucaboy olduğundan o, şərq mənbələrində daha çox Uzun Həsən adı ilə məşhurdur. Bunu bilmək maraqlıdır. Müasirlərinin yazdığına görə Həsən hələ uşaq vaxtlarından uzun boy və fiziki cəhətdən güclü olması ilə seçilirdi. Bu və türk döyüş sənətinin incəlişlərinə yiyələnməsi onun döyüşlərdə daha tez iştirak etməsinə səbəb olmuşdur. Hələ 14 yaşı olarkən döyüşlərin birində at üzərində olan rəqibini kürəyindən tutaraq yerə salmışdı. Böyüdükcə isə ayağının yerə dəyməməsi üçün ona xüsusi hündür atlar seçilirdi. Həsən Padşah. Təbrizdə taxta çıxan Həsən Padşah Bayandur dövlətin gücləndirilməsi ilə məşğul olur. Dövlətdə qayda qanun yaratmaq məqsədi ilə o qanunnamə qəbul etdi. Qanunnamə ilə vergi ödənilməsində qayda qanun yaradıldı. Onun vergi islahatı ədalətli idi. Yerli hakimlər tərəfindən özbaşına yığılan vergilər ləğv edildi. Bəzi vergilərin isə miqdarı azaldıldı. Bütün bu addımlar sənətkarlıq və ticarətin inkişafına müsbət təsir göstərmişdi. Uzun Həsənin hökmdarlığı dövründə köçəri maldarlıqla məşğul olan əhali daha az vergi ödəyirdi. Çünki onlar dövlətə hərbi xidmət edirdilər. Süvari qoşunların əsas hissəsini köçəri maldarlardan, tərəkəmələrdən toplanan qoşun təşkil edirdi. Digər vergilərin miqdarı azaldılmaqla əhalinin vəziyyəti yüngülləşdirilmişdi. Bütün bu addımlar ölkədə əlverişli iqtisadi mühitin formalaşdırılması üçün idi. Maraqlıdır ki, Həsən Padşahın qanunnaməsi onun ölümündən keçən təqribən 100 il ərzində qüvvədə olmuş, Səfəvilər dövlətində də tətbiq olunmuşdur. Bütün bunlar Həsən Padşah Bayandurun ədalətliliyindən və uzaqgörənliyindən xəbər verir. Mahir sərkərdə. Uzun Həsən həm də mahir sərkərdə idi. Döyüşlərdə ağlasığmaz taktikaları, qətiyyəti və cəsarəti ilə şöhrət qazanmışdır. Təsadüfi deyil ki, o, müasiri Osmanlı Sultanı Fatih II Mehmeti də məhz özünə məxsus sərkərdəlik qabiliyyəti sayəsində məğlub edə bilmişdi. Bu qələbə Avropa dövlətlərinin, xüsusilə Osmanlı dövləti ilə müharibə şəraitində olan Venesiyanın diqqətini çəkmişdi. Onlar böyük ümidlə II Mehmeti məğlub edən sərkərdə ilə əlaqə qurmağa can atırdılar. Məhz Avropa dövlətlərinin təhriki sayəsində bu iki türk dövləti qarşı-qarşıya gəldi. Başlanan müharibənin gedişində döyüşlərdə gah Həsən Padşah Bayandur, gah da II Mehmet qalib oldu. O dövrün odlu silahlarına malik ən qüdrətli ordusuna başçılıq edən II Mehmet cəsur Ağqoyunlu süvariləri ilə döyüşlərdə sarsılmışdı. Verdiyi itkilərə görə Ağqoyunlularla müharibəni davam etdirmədi və bir daha Həsən Padşahla döyüşlərə girmədi. Ağqoyunlu ordusu. Həsən Padşah Bayandur ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Elatlardan toplanan Ağqoyunlu süvariləri öz dövrünün ən qorxmaz, ən cəsarətli və dəliqanlı döyüşçüləri idi. Elat, köçəri maldarlıqla məşğul olan cəmaət, xalq, eldir.
Elatları gəzən, orduya çağırıla biləcək döyüşçülərin sayını, onların silahlanmasını, atlarla necə təmin olunmasını və s. dəqiqləşdirən dövlət məmurları var idi. Məhz bu səbəbdən müharibələr baş verərkən ordu qısa müddət ərzində çeviş şəkildə toplanır və döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olurdu. Özləri və atları zirehə bürünmüş ağqoyunlu süvariləri ağır qılıncları, amud və gürzləri, şeşberləri ilə rəqiblərini dəhşətə salırdılar. Onlar qədim türk ənənələrinə uyğun olaraq at üstündə sərrast ox atıcıları kimi də məşhur idilər. Həsən Padşah Bayandurun ölümündən bir qədər sonra varisləri arasında çəkişmələr başlandı. Nəticədə dövlət zəiflədi və əvvəlki qüdrətini itirdi. Onu əvəz edən Səfəvilər Ağqoyunlu irsinin davamçıları oldu. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Həsən Padşah nə üçün vergilərə xüsusi diqqət verirdi? Həsən Padşah vergilərə dövlətin gəlirlərini artırmaq, ədalətli idarə etmə qurmaq və təsərrüfatı inkişaf etdirmək məqsədi ilə xüsusi diqqət verirdi. Süvari döyüşçülərlə piyada döyüşçüləri müqayisə edin. Bunların bir-birindən hansı üstün və ya zəif cəhətləri ola bilər? Süvari döyüşçülər və piyada döyüşçülər bir-birindən həm üstün, həm də zəif cəhətləri ilə fərqlənirdilər. Süvarilər at belində döyüşdükləri üçün çox sürətlə hərəkət edə bilir, düşmənə qarşı qəfil hücumlar edirdilər. Onların əsas üstünlüyü çevişlik və güclü hücum qabiliyyəti idi. Lakin süvarilər dağlıq və düzən olmayan ərazilərdə çətinlik çəkirdilər. Piyada döyüşçülər isə yavaş hərəkət etsələr də möhkəm müdafiə qurmaqda üstün idilər. Onlar sədlər və qalxanlardan istifadə edərək dözümlü mübarizə aparırdılar. Süvarilərlə müqayisədə hücum gücləri az olsa da müdafiədə daha davamlı olurdular. Beləliklə, süvarilər açıq və geniş ərazilərdə, piyadalar isə dar və müdafiə üçün əlverişli yerlərdə daha üstün sayılırdılar. Həsən Padşahın dövlətsiz fəaliyyətini qruplaşdırıb cədvəl hazırlayın. Mən Həsən Padşahın fəaliyyəti sahəsi və gördüyü işləri deyim, siz özünüz cədvəli hazırlayarsınız. Siyasi sahədə dövləti gücləndirdi, əraziləri genişləndirdi, qısa müddət ərzində dövləti imperiyaya çevirdi. Hərbi sahədə Həsən Padşah hərbi yarımköçmə tayfaları və feodal əyanları mərkəzi hakimiyyətə tabe etmək üçün mübarizəyə başladı. Nizami ordu yaratdı, odlu silah istehsal etməyə təşəbbüs etdi. İqtisadi sahədə vergiləri azaltdı, ticarəti inkişaf etdirdi, pul islahatı apardı. İdarəçilik sahədə Həsən Padşah qanunnamə hazırlatdı, ədalətli idarəçilik yaratdı. Mədəni və dini sahədə Uzun Həsən dövrünün tanınmış alimlərini, din xadimlərini, sənətkarlarını himayə etmiş, onlara qayğı göstərmişdi. Qurani-Kərimi türkcəyə tərcümə etdirmişdi. Bəli, bu qədər. 13-cü dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.